Verilişin baş sponsoru Nitq İnkişaf Mərkəzi. Salam əziz valideynlər. Bugün uşaqlarda dırnaq yemi haqqında danışacağıq. Mövzu və qonağımıza keçməzdən öncə ilk olaraq sponsorlarımızı təqdim etmək istərdim. Nitq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan və nitq qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Mərkəzimizdə defektoloji, psixoloji, logoped, əmək terapiyası, məktəbəqədər və məktəb hazırlığı kimi bir çox xidmətlər fəaliyyət göstərir. Nitq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan və nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Xaricdə təhsil almış və ixtisasçı mütəxəssislərimiz uşaqlarınızda olan nitq qüsurlarını, psixoloji və pedaqoji ləngimələrin aradan qaldırılmasında sizə köməklik edəcək. Mərkəzimizdə defektoloji, psixoloji, logoped, əmək terapiyası, məktəbəqədər və məktəb hazırlığı, müalicəvi bədən tərbiyəsi, rəsm dərnəyi, sosial bacarıqların inkişafı, qrup məşğələsi fəaliyyət göstərir. Həmçinin defektoloq, logopedlər üçün praktik və nəzəri kurslar keçirilir. Ünvan: Bakı Xudu Məmmədov küçəsi 41, Həzi Aslanov metrosunun yanı. Telefon 055 903 38 16. Sumqayıt filialının ünvanı: Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, məscidin yanı. Telefon 055 663 00 34. Hörmətli tamaşaçılar, bir daha mövzumuzu təqdim edim. Uşaqlarda dırnaq yemə. Mövzu ilə bağlı studiyamızın qonağı psixoloq Nisə Əlizadədir. Nisə xanım, xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Bugün çox gözəl mövzu ilə bağlı dəvət etmisiniz. Uşaqların hal-hazırki əsas problemlərindən biri dırnaq yemək vərdişləridir. Çalışacağıq ki, bugün bu problemlərin həllini tapaq. Nisə xanım, xatırladım ki, bu dəfə sualları sizə cəmiyyətdə işləməyən saatları işlək vəziyyətə salan sənətkarımız ünvanlayacaq. Hazırsınızsa verişimizə başlayaq. Buyurun, başlayaq. Mən Fətəliyev Hacı. Uşaqlarda dırnaq yemək məsələsi nə vaxtdan başlayır? Bu mənim üçün çox maraqlı idi və ona görə mən bu mövzu ilə əlaqədar sizə müraciət elədim. İlk sualım odur ki, uşaqlarda dırnaq yemək nədən başlayır və bunun səbəbləri nədədir? Uşaqlarda dırnaq yemək halları əsasən 3-5 yaşları arasında başlayır. Amma bəzi hallarda bu 5 aylığından sonra da başlaya bilər. 5 aylığından sonra başlayan dırnaq yemək halları uşaqlarda vitamin və mineral çatışmamazlığından irəli gələn bir problemdir. Amma 3-5 yaşlarından başlayan dırnaq yemək vərdişləri uşaqlarda hardasa 40-45%-də dünya üzrə bu statistika görülməkdədir. 3-5 yaşları arasında başlayan dırnaq yemək halları ailədə natamamlıq kompleksi, ata və yaxud da ana sevgi diqqətsizliyindən irəli gəlir. Son sualım budur ki, uşaqlar dırnaq yeyərsə, psixoloqa müraciət eləmək lazımdırmı və onları bu vərdişdən necə uzaqlaşdırmaq olar? Uşaq dırnaq yeyirsə, ilk növbədə bunu ailədə stresi aradan qaldırmaq lazımdır. Biraz ailədə ata-ana diqqətini çoxaltmaq lazımdır ki, uşaqda bu öz-özünə keçib getsə, yəni daha yaxşı olar. Yox, əgər artıq bu mümkün deyilsə, ailədə yetəri sevgini uşağa verə bilmirlərsə, artıq psixoloqa müraciət etmək lazımdır. Və uşağın dırnaq yemək vərdişlərini aradan qaldırmaq üçün onu əsasən əllərinin məşğul ola biləcəyi bir vərdişlərə çəkmək lazımdır. Məsəl üçün rəqsə, rəsmə və yaxud da evdə oyunlar qurmaq lazımdır. Bir də uşaqlar əsasən müasir texnologiyalarla məşğul olarkən daha çox dırnağını yeməyə meyillidir. Cizgi filminə baxarkən və yaxud da planşetdə hər nə ilənsə məşğul olarkən onun bu cizgi filmi əvəzinə hər hansısa bir rəngli oyuncaqlarla başını qatmaq lazımdır ki, onun əlləri məşğul olsun və dırnaqlarını yeməsin. Nisə xanım, artıq bizə ayrılan vaxt bitmək üzrədir. Gəlin Hacı müəllimin sizə ünvanladığı sualların cavabları haqqında fikirlərini öyrənək, sonra yenidən verişimizə qayıdacağıq. Əvvəla sizin kanala özlərinin təşəkkürümü bildirirəm ki, gözəl mövzulara toxunursunuz, çox razı qaldım. Sizin verilişə uğurlar arzu edirəm. Verilişiniz uzun ömürlü olsun, daimi olsun. Ancaq bunu arzu edə bilərəm.
Hörmətli tamaşaçılar, sonda bir daha mövzumuzu təqdim etmək istərdim. Uşaqlarda dırnaq yemə. Bugünkü mövzu ilə bağlı studiyamızın qonağı isə psixoloq Nisə Əlizadə idi. Nisə xanım, təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Mən də sizə təşəkkür edirəm bu gün belə bir gözəl mövzuya toxunduğunuza görə. Çünki hal-hazırda cəmiyyətimizdəki uşaqların əksər problemlərindən biri dırnaq yemək vərdişidir və inanıram ki, bugünkü məsləhətlərimizlə bir çox valideynlərimiz uşaqlarının bu problemini həll edə biləcək. Nitq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan və nitq qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Mərkəzimizdə defektoloji, psixoloji, lokoped, əmək terapiyası, məktəbəqədər və məktəb hazırlığı kimi bir çox xidmətlər fəaliyyət göstərir. Nitq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan və nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Xaricdə təhsil almış və ixtisasçı mütəxəssislərimiz uşaqlarınızda olan nitq qüsurlarını, psixoloji və pedaqoji ləngimələrin aradan qaldırılmasında sizə köməklik edəcək. Mərkəzimizdə defektoloji, psixoloji, loqoped, əmək terapiyası, məktəbəqədər və məktəb hazırlığı, müalicəvi bədən tərbiyəsi, rəsm dərnəyi, sosial bacarıqların inkişafı, qrup məşğələsi fəaliyyət göstərir. Həmçinin defektoloq, loqopedlər üçün praktik və nəzəri kurslar keçirilir. Ünvan: Bakı, Xudu Məmmədov küçəsi 41, Həzi Aslanov metrosunun yanı. Telefon 055 903 38 16. Sumqayıt filialının ünvanı: Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, məscidin yanı. Telefon 055 663 00 34. Hörmətli bəylər, öz qarderobunuzu fərqli görmək istəyirsiniz? Elə isə adı kimi məhsulları brend olan bu məkana gələ bilərsiniz. Hər zövqə uyğun olan, bol çeşidləri ilə alıcılarını razı salan Marco Star kişi geyimləri mağazası bir ildən çoxdur ki, sizlərin xidmətindədir. Burada tanınmış türk və alman brend markalar olan kişi geyimləri, ayaqqabılar, köynəklər, cins şalvarlar, kəmərlər və müxtəlif aksesuarlar var. Mağazamızda markaları brend olan spor və kazual geyim tərzlərində modellər də var. Tam əminliklə deyə bilərəm ki, bu və digər modellər Bakıda ancaq Marco Star mağazasındadır. Alıcılar aldıqları malların keyfiyyətinə görə narahat olmasınlar, çünki burada olan mallar hamısı orijinal brend markalardır. Necə deyərlər, qiymətlər münasib, ciblərinə sərfəndir. Burada tərkibi Avropadan gətirilmiş, heç bir allergik reaksiya verməyən, yüksək qalıcılığa malik ətirlər sizin zövqünüzə oxşaya bilər. Təbiətin qoxusu bu ətirlərdədir. Bir ətir almaq istəyən birini də almaq istəyəcək. Bura başqa bir aləm. Bura Marco Stardır. Dying to see how this one ends. Grab your passport and my hand. I can make the bad guys good for a weekend. So it's gonna be forever, or it's gonna go down in flames. You can tell me when it's over, if your high was worth your pain. Got a long list of ex-lovers, they'll tell you I'm insane, but I got a blank space, baby, and I'll write your name. Bax belə hörmətli tamaşaçılar, bugünlük isə bu qədər. Növbəti buraxılışda görüşmək ümidi ilə hələlik. Verilişin baş sponsoru Nitq İnkişaf Mərkəzi.